Salam əzizlərim. Bugün sizə təhlükəli 5T haqqında danışacağım. Hansı ki, hər ailədə bu 5T olarsa, orada huzur olmaz. Birinci T'miz tənqiddir. Baxarsınız ki, qadın öz həyat yoldaşını bəyənmir. İstər zahiri görünüşünü, istər hərəkətlərini, istər çalışmağını, heç birisini təqdir eləmir. Əksinə tənqid yolunu tutub. Yaxud kişi öz xanımının bədən quruluşunu, etdiyi xidmətləri, düşüncələrini, davranışlarını bəyənmir. Davamlı olaraq onu tənqid eləyir. Belə ailədə huzur olmaz. İkinci T'miz isə təhqirdir. Təhqir sadəcə olaraq sözlərlə kimisə kiçiltmək demək deyil. Təhqir görməzdən gəlməkdir. Təhqir mənə toxunma deməkdir. Təhqir danışarkən sözünə qulaq asmamaq deməkdir. Üçüncü T'miz isə tərslikdir. Yəni oturub birlikdə bir-birini anlamağa tərslik etməkdir. Dördüncü T'miz isə təkəbbürdür. Yəni həmişə haqlı olduğunu düşünməkdir. Mən həmişə düzgün deyirəm. Mən göydən enmiş mələyəm deməkdir. Beşinci T'miz isə təpiy atmaqdır. Yəni naşükürlükdür. Qarşı tərəfin çabalarına, qarşı tərəfin addımlarına, gözəl xislətlərinə, xüsusiyyətlərinə dəyər verməməkdir. Baxın, bu 5 dənə T hər ailədə olarsa, o ailədə aramlıqdan, əminamanlıqdan, xoşbəxtlikdən əlamət qalmaz.